Hər kəsə yeni vloqumuzdan salamlar və xoş gəlmisiniz. Öncəki vloqlarıma baxmısınızsa artıq bilirsiniz ki, mən məzuniyyətdəyəm. Amma məzuniyyətdə olmağıma baxmayaraq müəyyən işlər var ki, onları etməliydim. Və bir də ki, ola bilər ki, əvvəlki vloqlarıma baxmamısınız və siz məni bu vloqdan tanıyırsınız. Sizlər də çox xoş gəlmisiniz. Yeni izləyici olaraq qalmayın. Mütləq şəkildə kanalıma abunə olun. Mənim canım abunələrimə çevrilin. Səhər yoldaşımı yola salanda işə, elə səhər yeməyi hazırlamışdım. Qəşəng pomidor yumurta eləmişdim. Bu arada pomidor yumurta reseptimi dəyişmişəm. Onu gələn dəfə sizə göstərəcəm. Mən belə daha çox bəyəndim. Famili yola salandan sonra yatmışdım. Durandan sonra da ancaq belə çay içdim. Kızlar, telefonda qoymuşam vlogumu, bu ada səyahət olan vlogumu. Kompüterdə işləyirəm. Onunla da burada mən başıma oyun açır. Ay qız, bir dənə qalıb ki, stolun üstündə hoqqa verəsən. İyi, sən nənəm. Gəlmişəm mətbəxə qızlar. Dünən yuduğum qabların indi silirəm. Əslində quruyub demək olar ki, amma bir-iki dənə damcı var üstündə. Ona görə deyirəm silim, quru-quru qoyma. Lunaya baxın orada. İmkan vermir ki, belə mətbəxdə nəsə bir iş görəsən. Hoqqa verir ki, bu otağa girsin. Az. Çox qəşəng reylər gəlib də bu İstanbul səyahəti, bu ada səyahəti videoların altına hər birinizə ürək göndərirəm belə. Çox sağ olun qızlar. Həqiqətən çox belə sevinirəm sizin belə qəşəng reylərinizi görəndə. Biri də götürüb yazıb ora ki, hava isti, nə bilim, oranı bəyənmədim, buranı bir sözlə hər şeydən narazısınız. Yəni insan necə negativ ola ki, o cür pozitiv bir vloqa sən elə bir rey yazıb. Mən harda narazı olduğumu bildirdim. Vloqa elə gözəl başlamışam ki, yəni mənim üçün ən gözəl ada elə böyük adadır İstanbulda. Böyük adanın belə məhəllələri, belə gözəllik, necə müsbət şeylər danışmışam da. Ona görə, bunu niyə görə indi deyirəm belə sizə? İnsan həqiqətən də nəyə odaqlanırsa, türklər demiş, nəyə fokuslanırsansa o şeyi artırırsan. Əgər sən daim negativ şeylərə fokuslanırsansa, öz həyatında onu artırırsan. Mən getmişəm belə pis çıxmasın, əylənmişəm, gözəl vaxtımı keçirmişəm, blogumu öz əziz izləyicilərimlə paylaşmışam, gözəl rəylərimi oxuyuram. Yəni mənə bunun təsiri yoxdur. Həmin insana onun təsiri var. Həqiqətən də bir insanlar başa düşsə də bu gün yuxu görmüşəm. Yuxuda da belə bir şeylər danışmışam. Bəlkə də ona görə bu hissələri qoyacağam. Normalda mən belə çox danışdığım hissələri qoymuram sizlər üçün. Bir dənə kəlmə var, bunu mən bir vlogumda da demişəm. We are all related. Yəni biz hamımız bir-birimizə bağlıyıq. Biz hamımız birləşik. Sözü tərcümə eləmirəm, mənanı tərcümə eləməyə, mənanı izah eləməyə çalışıram ki, yəni hamımız bir-birimizə bağlıyıq. Sənin başqasına dediyin negativ cümlə elə bilirsən ki, sən ona təsir eləyir. Adicə o bəla oxuyurlar, nə bilim pis sözlər deyirlər. Elə bilirsən sən ona təsir eləyir. Yox, o gəlir, dönür, dolaşır, sənin özünə qayıdır. Mən daha doğrusu heç vaxt ancaq özüm üçün dua eləməmişəm. Heç vaxt da, yəni duaya başlamışamsa, birinci ehtiyacı olanlar üçün, tanımadığım X şəxslər üçün dua eləmişəm. Yəni tanımıram da. O qədər olub ki, yəni başqası üçün bir şey eləmişəm. Ay, gəlib dönüb dolaşıb elə gözəl şeylər mənim qarşıma çıxıb ki, elə bolluq bərəkətliyi görmüşəm ki, Allaha hər anımda şükür eləmişəm ki, çox şükür. Xoşbəxt mənə görə o insandır ki, o gözəllikləri görə bilir və onun o ürəyi var ki, onu dilə gətirə bilir. Mənə görə budur. Axşama kotletlə kartof qızartması eləmək istəyirəm. Nə fikirləşirsiniz? 100 nəfər rəy yazıbsa, onlardan biri ya ikisi olur ki, negativ şəkildə yazır. Normalda mən negativ rəylərə fikir verən bir insan deyiləm. Sadəcə oxuyuram, həmin insana yazığım gəlir. Onun yerinə həqiqətən də pis oluram ki, belə bir ürəyi var və yaxud da indi bu insan belədir də, yəni bu insan negativ bir insandır və mən onu bloka atıram ki, ümumiyyətlə gələn vloqlarımı da görməsin. Amma bugün həqiqətən çox belə maraqlı yuxu gördüm və yuxuda da elə bu haqqda danışırdım. Ona görə dedim ki, elə bunu sizlərlə də bölüşüm. Həyatımda da əvvəl
əvvəlki iş ortamımda, ümumiyyətlə gördüyüm insanlar arasında belə insanlar olub əslində. Əslinə baxanda sənin həyatına pərəstiş eləyir, sənin kim olmaq istəyir, sənin yaşadığını yaşamaq istəyir, amma yaşaya bilmədiyinə görə isə istəyir ki, çirkəf atsın ki, öz içindəki o aqressiyanı bastıra bilsin. Bununla da yanaşı daim ağzından gözəl sözlər çıxan, daim pozitiv düşünən, pozitiv davranan insanların heç görməmişəm ki, həyatı pis olsun. Gənsə kişi bir şey danışım, öz başıma gələn bir hadisə. Əvvəlki iş yerimdə bir xadimə var idi. Hansı ki mən gəlirdim otağıma, mən gələndən sonra başlayırdı otağı yığışdırmağa. Hər səhərdə gələn kimi ancaq ağrılarından danışırdı. Ay səhərə qədər yata bilmədim, ay oram ağrıdı, ay buram ağrıdı, ay bu problem, o problem. Yəni mən səhər-səhər gəlmişəm işə, gözəl enerji ilə. Bu bildiyin enerji vampiri idi və mənim bütün enerjimi sovururdu. Mən heç vaxt heç bir şəxsin vəzifəsinə görə ona hörmət qoymamışam. Yəni xadimə olsa belə onun insanlığına dəyər vermişəm və ona uyğun hörmət qoymuşam. Biz də hələ mənim kimi adam, mən hələ enerji çalışmaları eləyirəm, mənə gələn neqativləri geri göndərirəm və s. Amma bu o qədər neqativ danışırdı üzdə hər səhər. Bunun neqativi həqiqətən mənim başımı ağrıdırdı. Bir gün artıq dözmədim və ona dedim ki, çox xahiş edirəm, səhər-səhər gəlib bütün ağırlığınızı mənim üstümə tökməyin. O da belə incidi, belə pis oldu. Ay mən yəni ürəyimi açırdım sadəcə, yəni sizi səmimi bilirdim, danışırdım və s. və ilaxır. Mən dedim ki, hər zaman danışa bilərsiniz nəsə olanda, amma ki, hər səhər gəlib belə ağrılardan danışmaq yaxşı deyil. Yəni kiməsə bunu bildirmək düşünürəm, ayıb deyil. Siz də bu baxımdan diqqətli olun. Demək qızlar, mənim bir izləyicim var. Artıq 2 vloqdur ki, yazır ki, bəs buradakı fasonum bir dənə bunu bir dənə qoşun. Saçımı qəşəng. Saçımı qəşəng yerində qalsın. Qızlar, yəni deyirəm ki, istəyir ki, mən bölüşüm. Çünki mən bu planşeti almışam. Deməli 2025-in mart ayında, artıq 1 ildən çoxdur. Neçə mart ayı 3-cü ayda, indi də biz 7-ci aya keçdik. Yəni 1 il 4 aydır ki, mən bu planşeti istifadə edirəm. Sizə öz fikirlərimi tam reallığı ilə deyəcəm. Normalda mən bunun içində istifadə edirəm. Sadəcə indi çıxartdım ki, siz bunun vidini fasonunu tam olaraq görəsiniz. Salım. Belə asan salındı. Aha. Mən bundan nə məqsədlə istifadə edirəm? Baxın, belə. Ən belə gözlədiyim hissəsi böyük ada səyahətidir. Baxmısınız mən bu vloqumu, baxmamısınız, mütləq keçid edeyim. Baxın, bu İstanbul vloquna da, bu böyük ada səyahəti vloquna da mütləq şəkildə baxın. Çünki çox maraqlıdır. Hələ buna da baxın. Necə maraqla oturub oradan qulaq asır mənə. Nədir? Tullanacaq elə bir şeylə istəyirəm. Qızlar, belə mən YouTube'da baxmaq üçün istifadə edirəm. Daha sonra sizə göstərim. Daha sonra burada familin faylları olmalıdır. İndi onları mən açmayayım, birdən özəl şeylər olar. Oralara girməyim. Oralara girməyim. Nəsə açıldı oradan. Fayllardan mən PDF-ləri oxumaq üçün istifadə edirəm. İndi orada əsasən bunu ən çox belə deyim sizə famil istifadə edir. Kitabları oxumaq üçün, PDF-lərdən istifadə eləmək üçün. Maillarımızı buradan kontrol edə bilirik. Burada mailimizi də açmışıq. Baxın, Gmailimizi də açmışıq. Maillarımızı buradan kontrol edə bilirik Gmaildan. Sonra nə deyim sizə? Yəni ki, bu planşet qızlar Akrobatda yazmışıq burada. Bu planşet ağır oyunlar üçün, ağır proqramlar üçün deyil. Artıq 1 il 4 ayda da mən sizə dedim istifadə eləyirəm. Hələ də yəni razıyam. Yəni çünki mən bunu ancaq elə bu funksiyaları üçün almışam. Kinoya baxırıq burada, məsələn, telefonda balacadır. Bizdə də yataq otağında bilirsiniz ki, televizorumuz yoxdur. Hər zaman da proyektoru da qoşmaq olmur. Ona görə də belə böyük ekran istəyiriksə, bunu qoşuruq. Belə qoyuruq kinoya, elə bilin ki, belə bu şəkildə baxa bilirik. Səsi də normaldır, görüntüsü normaldır məncə. Gəlin bir dənə ekranı böyüdək. Baxın, görüntü də çox normaldır. Yəni mənə qane eləyir. Sonra sizə nə deyim? Bir dənə sizə nə deyəcəm? 1 ildir keçib artıq. Zərətqə saxlamağı biraz azalıb. Yəni əvvəlki kimi deyil. Tez-tezə vaxtlarda çox az qoyurdum mən bunu gündəlik zərətqəyə. İndi amma biraz daha çox zərətqəyə qoyuram. Onu deyim sizə. Daha sonra donmalar bilirsiniz necə? Ondan ona girəndə, bundan buna girəndə saniyə də yox, belə salisə
salisəlik hiss edirsən ki, baxın bastım. Salisə, oy, like eləməmişəm bir dəqiqə. Hə. Salisə ilə də elə bir çox kiçik hiss edirsiniz ki, donmalar ola bilir keçidlərdə. Ona görə mənim üçün məsələn bu problemli bir şey deyil. Sizin üçün problemli bir şey bəlkə də ola bilər, amma mənim üçün deyil. Belə qızlar, yəni ki, mən razıyam. Yenə deyirəm, əlavə suallarınız olsa yazın, rəylərə cavablayacağam. Pilləkənlər var. Sən demə, İstanbulun ən fotogenik pilləkənlərinin arxasında kədərli bir hekayə var imiş. Demək qızlar, qardaşım əsgərlikdən gəlir. Onun üçün belə bu tərz bir tort hazırlatmaq istəyirəm. Bir dənə bir səhifəyə yazdım. Bax, sadə belə bir tortu atdım. Yazdım ki, bəs neçəyədir? Təsəvvürün kilosu 20 manat idi. Okey, 20 manat əladır mənə görə. 2 kilo istəyirəm. Amma dizayna da əlavə 20 manat istədilər. Mənə baha gəldi. Mən heç görməmişəm ki, dizayna da əlavə 20 manat. Özü dizayn da yox da. Burada bayraq var. Mən atdığımda heç bayraq da yox idi. Sadəcə sözlər yazılmışdı. O marzipan deyirlər, marçipan deyirlər, nə deyirlər. Ondan belə yoxdur da. Normalda onların qiymətləri bilirəm ki, biraz baha olur sadilərə. Belə bir şeydir. Bax, evinə xoş gəldin Əsgər Məcidov. Belə bir şey yazdırmaq istəyirəm. Yəni belə bir çətin dizaynlı şeylər istəmirəm də. Belə sadə bir şey istəyirəm, kvadrat. Kvadrat yox, düz bucaqlı belə. Onu elə bir şey dedi, şoka girdim. İndi bir iki dənə səhifəyə yazmışam. İndi siz bu vloqa baxanda artıq yəqin ki mən artıq almış olacağam tortu, amma indi dedim sizlə bölüşüm. Belə bir fikrim var ağlımda. İnşallah ki alanda, gidəndə Şuvalana, inşallah həmin gündə vloqunu sizin üçün çəkərəm. Bilmirəm bu xarakterik xüsusiyyət hamıda olur, yoxsa bircə məndə. Məsələn, hər gün işə gedib gələndə ev işlərini rahat görə bilmədiyim üçün ürəyim sıxılırdı. Deyirdim elə gün istəyirəm ki, səhər durum ancaq ev işləri ilə məşğul olum, qəşəng yeməklər bişirim, evi təmizləyim. İndi məzuniyyətdə olanda isə iş üçün darıxıram. Mənim bu səyahət çantamı çox adam məndən soruşub ki, hardan almısınız, hardan almısınız? Mən bunu da bundan əvvəl elə eynisindən bir dənə də almışdım. Çəhrayı rəngi idi. Sonra onu qaynanamgilə verdim istifadə etmək üçün elə şeydə səyahətdə. Bunları mən Temudan almışam. O qədər möhtəşəmdir. İstəyirəm də sizə də göstərim. Açın bu hissələri. Bunu özüm bura şeyləmişəm. Zakolkamdır. Bunu çıxarda. Təsəvvür edin bir çamadandır da. Buna baxın, görün içi nə boydadır, yəni bir çamadan. Hətta buna baxın, görün nə qədər cibi var bunun. İçəridə bir belə zamoklu cib. Bu hissəyə baxın hələ. Həm göstərirəm, istəyənlər var idi məndən onlar üçün. Həmçinin də ümumiyyətlə elə hamınıza göstərirəm ki, istər rayona gedin, istər ölkə xaricinə gedin. Belə çantalar çox adamın əlindən tutur. Baxın, bunun içində bu deyirsiniz ki, bu hissə nədir belə? Bunun da altında belə bir cibi var. Gəlin açım sizə göstərim bu hissəsində. Deməli, buradan ayaqqabılarınızı qoya bilərsiniz. Yəni, çox səliqəli bir şeydir. Ayaqqabılarınızı təbii ki, klokun içində qoyacaqsınız da, boş qoymayacaqsınız. Ayaqqabınızı bunun içinə qoyanda artıq heç bir paltara dəymir, heç bir əşyanıza dəymir. Belə qoyduğunuz, baxın, budur. Gördünüz necə? Çox qəşəngdir. Bu hissəsi çamadan kimidir. Paltarları rahat-rahat yığa bilərsiniz. Sonra hələ önündə bir dənə belə bir hissəsi var. Böyük bir hissə var burada. Sonra bunun hələ arxasında var. Hətta uşaqlar bu məktəbə də apara bilərlər deyə düşünürəm. Arxasında da belə bir şey var. Baxın, bu gizli cib kimidir. Yəni siz belinizə salanda pullarınızı, pasportlarınızı bura rahatlıqla qoya bilərsiniz ki, mən qoymuşdum gedəndə. Pasportlar düzdür familiyadədir, amma özümdə olan pulları bura qoymuşdum. Çünki buradan götürmə ehtimalı yoxdur. Çox qəşəngdir. Yanında belə cib, önündə bir dənə belə cib var. Burada da bütöv bu hissə budur. Yəni belə əla bir şeydir qızlar. Bunun linkini sizin üçün aşağı qoyuram. Bilirsiniz ki qızlar, bizim famillə memory boxumuz var, yaddaş qutusu. Səyahətə gedəndə, nəsə özəl günlərimizdə falan biz belə kiçik-kiçik şeyləri tullamırıq, qoyuruq həmin memory boxa. Kartı verirlər də, qapının kartını bunun içində verirlər. Mən belə bunu götürürəm, bonus onlara lazım deyil, onlar da çox olur. Bir də belə boarding passlarımızdır, gediş-gəliş biletlərimizin o hissəsi.
kəsilən hissəsi. Onu qoyuram bunun içinə. Belə Marmara balıq dürümündə balıq yemişdik. Oradan belə yaş salfetka götürmüşəm. Balıq yerlərində dəfələrlə balıq yemişdik. Amma axırıncı da yadıma düşdü ki, mən belə bir şey götürməmişəm və götürdüm. Sonra bu pullar qaldı. Bu pulları indi qoyacağım onun içində səliqəli qalsın deyə. Bunlar cağ idi. Ona görə xərcləmədik, saxladıq. Bir də belə çox qəşəng idi. Bunları da saxladıq. Atatürkün belə şəkilləri olan. Biri 5 TL deyəsəm, biri də biri 50-dir. Biri də ki 1 TL. Belə bir şey. Bunu da saxlamışam, bagajlarımıza vurulan şeydir. Əl yüklərimizi biz axırda gələndə bagaja verdik. Sağ olsunlar, qəbul elədilər. Bir də azaldan mən keçən dəfə də götürmüşdüm. Bu dəfə də əslində bunun üstünə tarix yazılmayıb, özüm yazacağım. Bilim ki, bu hansı səfərin şeyidir. Bunun da içində bilirsiniz nə var qızlar? Heç nə, duzdur, bu istiyotdur. Bu salfetkadır, yaş salfetka. Sonra bu duzdur. Və bir də belə bir boş salfetdir. Bunu yenə saxlayıram. Nə bilim, xoşuma gəlir də belə şeylər. Gəlin bir nəfərə baxaq. Necəsiz xanım? Bunun zammağına baxın. Bunun patilərinə baxın. Pati. Baxın patilərinə. Baxın patilərini göstər. Mən niyə dişləyirsən? Vallahi qızlar, yəni famil buna belə şeylər eləyəndə bu famili dişləmir. Bir dənə deyirəm ki, sənə əlvə baxmaq istəyirik də, paçıva baxmaq istəyirik. Baxaq. Pis qız. Bax mənə. Görün burada nə fikir verirəm. Deməli, bunları famil keçən il almışdı. Keçən il bu postkartlar deyirlər də, hə, postkart. 2 dənə postkart almışdı. Bu il də almaq istəyirdi. Bizdə belə bir şey yoxdur. Nə mən yığmıram, nə də ki famil yığmır da. Elə adamlar var ki, hər getdiyi ölkədən postkart yığırlar. Mənim məsələn bir rəfiqəm var idi, Aytəkin. O məsələn hər ölkədən postkartlar alırdı, belə yığırdı. O xoşuna gəlir. Məsələn bizdə elə bir şey yoxdur. Biz heç bir ölkədən yoxdur. Bir də İstanbuldan var. Bu il də famil almaq istəyəndə mən ona qoymadım. Keçən il sabun zat da almışdı oradan. Mən belə başa düşdüm ki, qızlar, bizim ailə büdcəmizdə mən böyük yığımcıl insanam. Bu il nə qədər şey almaq istədim, mən qoymadım. Dedim, neyinirsə, nə gərək var? Belə qızlar, yeməkdən sonra bu meyvələri yudum. İndi gedək bunu yeyək, yeyə bilsək. Yeməkdən sonra biraz meyvə yemək çətindir. Bayaq bir şey axtarırdım. Sonra yadıma düşdü ki, mən sizə ümumiyyətlə heç vaxt belə maraqlı əşyalarımdan, nə bilim, şkaflarımdan falan heç nə göstərməmişəm də. Aşağı hissədə belə qutular var və qutuların içində də hərəsində öz şeyləri var. Bunları da sizə gələn dəfə göstərirəm. Vlogda çox yer tutmasın. Bilmirəm, həm də sizin üçün maraqlıdır ya yox. Yəni əgər maraqlıdırsa, çox xahiş edirəm, mənə istiqamət verin. Çünki bəzən görürəm ki, məsələn, şkafda nəsə açıram, göstərim, o çox maraqlı gəlir sizə. Belə əşya xırda-mırda belə maraqlı şeylər. Neysə qızlar, buradan şey gördüm. Bunu famil mənə Çindən alıb gətirmişdi, mikrofon. Amma o qədər də yaxşı olmadı. Yəni təbii ki, DJI kimi deyil də. Bu nəsə başqa bir şeydir. Buradakilərin çoxusunu mən Temudan almışam. Misal üçün bu nə idi? Bu şeyindir, proyektorundur. Baxın, çox qəşəngdir. Bu proyektoru da istəsəz linkini qoyaram. Bu ümumiyyətlə vlogda məncə Temu şeyləri çox oldu. Bir də sizə nə göstərəcəm burada. Ay. Qızlar, məndə bilirsiniz nə var? Bir dəqiqə məndə görün nə var. Ay Allah tapsın. Məndə belə bir alət var. Mən bu aləti istifadə eləyib ki, bir-iki dəfə istifadə eləmişəm. Daha sonra öz fikirlərimi sizlərlə bölüşməliydim. Bu boyun altında şey olur, belə qıdı deyirlər, qıdı. Bildiniz də nə deyirəm? Onu yox eləmək üçün olan alətdir. Mən bunu Temudan almışdım. Amma hələ heç kəsə göstərməmişəm ki, mən bunu almışam. Qızlar, bunu mütləq məncə çəkməliyəm. Siz nə düşünürsünüz? Məncə maraqlı olar video. Bir də indi düşdü biri getdi, hara bilmirəm. Mən McDonald's-dan belə şeylərdə yığıram. Bunlar Happy Meal-ın içindən çıxanlardır. İndi də bilirsiniz ki, futbol UEFA deyirlər, deyəsən də səhv deyirəmsə üzrlü sayın. Futbol şampiyonluğu başlayıb. Onun üçün də belə maraqlı şeyləri var. Bir də baxın qızlar, budur. Çox şirindir bu lama. Bunlardan əslində məndə çox da bir hissəsi buradadır, bir hissəsi başqa yerdədir.
tərəzidir. Çəki tərəzisi. Səyahətə zada gedəndə çantalarımızı çəkmək üçündür. Sonra bu flash kart. Flash kartda içində flash kartımız yoxdur. Görəsən hara qoymuşuq. Bu Maldivdə oteldən bizə vermişdi mənim podruqam. Digufaro adasından olan bir şeydir. Nəysə qızlar, o tərəflərə çox mən girişməyim. Bunu mən də sizə göstərmişəm. Bu da çox qəşəng bir şeydir. Çəkiliş zamanı, xüsusən də yemək zadı çəkəndə, daha doğrusu yemək hazırlayanda çəkmək üçün qəşəngdir. İndi mən buranı sizə tam göstərmirəm. Çünki bilmirəm sizə maraqlıdır ya yox. Öz fikirlərinizi yazın. Belə qızlarım, demək olar ki, səhərdən axşama qədər bir günümü sizlə bu vloqda keçirdim. Mən bundan sonra belə günləri vloqlasam, qısa-qısa da olsa, sizin üçün maraqlı olar. Bilmirəm, öz fikirlərinizi mütləq yazın. Sizin fikirləriniz mənim üçün dəyərlidir. Çünki bu vloqları siz izləyirsiniz. Sizin fikirləriniz mənim üçün elə əsasdır. Növbəti vloqlarda görüşərik. Sizləri sevirəm. Sevgi ilə qalın. Hələlik.